Hə, yeni ilə bağlı psixoterapiyam budur. Deməli biz uşaq vaxtı yeni ili qəşəng keçirə bilmirdik. Çünki yeni il biraz məsələn Novruzla şeyin fərqi həm də odur. Novruzda baxma, papaq atıb evə yığa bilirsən. Yeni ildə pul xərcləməzsən. Novruzda Yenə uşaqlar evi xatirəsində. yeni ildə bu maskalar, nə bilim də belə bəzəklər. Hamı maskaları düşür. O yan bu yan. Bu heç vaxt olmurdu. Tamam. Buyur. Sakitləş, hər şey yaxşı olacaq. Hə, hə. Mafiyalar gözünü Ya, açsın. da amma zarafatsız Yaxşı mənim çox olacaq. üzüldüyüm şeydir. Aha. Danışımla Hə, bitireyim. Danış. Hə. Bu heç vaxt olmurdu və bir dəfə mənim hardasa deyim ki, bu 4-5 yaşlarımda olub, amma yadıma gəlir. 2 kilok maskalar, nə bəzəklər filan necəsə bilmirəm nəsə olmuşdu. Oğramışdı. Oğramamışdı. Şaxta bağa gəl. Nəsə pul düşmüşdü əlimizə və gedib elə bir şeylər almışlar bizə. Biz də mahnı teatrının yanına onu qoyduq. Qoymuşuq, minmişik avtobusa, getmişik. Və gəldik Pirşağaya çatanda dedi ki, bəs kloklar həmin dövrün şəkli də var. Hə. Və o 2 dənə kloku mən də çox sevəsəm. Çıxart oradan şey eləyirəm ki, 2 klok gedəcəm. aziqəmiz var. Klokları O da kloklar burdadır. və odur budur mən yeni ili. Gombol budur. Yox, amma zarafatsız həqiqətən çox pis olmuşdum. Yəni. Mən də pis oldum Ya Tərlan. pis oldum, Tərlan. Dəhşət Eşitdim yəni. zarafat. İndi danışdım, danışanda da pis oldum. ki, Kaş, yəni, klok- kaş indi bax burada bir dənə fişəng olardı. Ağzını patladardım. Demə də elə Fərid. Çox istəyirəm, çox istəyirəm. Antaklaska.